Əməkdar artist İlqar Cahangirin ailəsində ağır itki. Azərbaycanın əməkdar artisti, tanınmış teatr və kino aktyoru İlqar Cahangirin ailəsində ağır itki baş verib. Aktyorun atası dünyasını dəyişib. Bu xəbər sənət cəmiyyəti və aktyorun sevənləri arasında dərin kədər hissi ilə qarşılanıb. Sferazın məlumatına görə baş verən itki İlqar Cahangir və ailəsi üçün böyük sarsıntı olub. Aktyorun yaxınları bildiriblər ki, o hazırda dərin kədər içindədir. İlqar Cahangir məsələ ilə bağlı qısa açıqlamasında yaşadığı acını sözlə ifadə etməyin çətin olduğunu deyib. Mənə çox çətindir, danışa bilmirəm, deyə aktyor bildirib. Uzun illər Azərbaycan səhnəsində və ekranlarında yadda qalan obrazlar yaradan İlqar Cahangir üçün bu itki təkcə ailə faciəsi deyil, həm də onu sevənlər üçün böyük kədərdir. Sosial şəbəkələrdə və sənət cəmiyyətində aktyora başsağlığı mesajları paylaşılır, ona və ailəsinə səbir diləkləri çatdırılır. Mərhumun dəfn mərasimi və digər təfərrüatlar barədə hələlik əlavə məlumat verilməyib. Allah rəhmət eləsin, yaxınlarına səbr versin.